Bəzi dostlar var ki, sən onları ancaq xərcləyirsən, sənə geri dönüşü yoxdur. Buna mən həmişə zəli insanlar deyirəm. Hər kəsin həyatında belə zəli insanlar var. Gələr sənin vaxtını alır saatlarla. Ancaq əvəzində sənə heç nə verməz. Nə məsləhəti ilə, nə enerjisi ilə, nə sözünlə. Sabahsı günü sənin ona ehtiyacın olanda adam sənə qarşılıq verir. O bu zəli insandır. Yəni ancaq səndən alır və heç nə vermir. Bütün ünsiyyətlər iki tərəfli olmalıdır. Bütün ünsiyyətlər. Dostluq dibçəkdəki gülə bənzəyir. Ora ancaq bir nəfər su tökməli deyil. Biri gübrəsini verəndə, biri dibində olan torpağı qaşımalıdır. Onda qəşəng bir gül çıxacaq və dibçəyin həmişə təravətli olacaq. O gül həmişə çiçəklənəcək. Ancaq sən güc qoyursan, o səndən alır, əvəzində heç nə vermirsə, bu zəli dostlardır. Zəli dostlar əvvəl-axır səndən tam istifadə edəndən sonra səni tərk eləyəcək. Və zəli dostların gərək həyatımızda yeri olmasın. Zəli dostların güclü manipulyasiya qabiliyyəti olur və onlar öz yazıqlığı ilə, öz dərdini danışmaqla, sizdə rəhm hissini yaratmaqla, sizin bəzi damarınızı tutmaqla, onlar sizdən güclü dərəcədə istifadə edirlər və belə insanları da çalışmaq lazımdır ki, düzəldə bilməsək həyatımızdan bunları kənara qoyaq.